Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Həmişə olduğu kimi yenə möhtəşəm bir mənzillə sizin qarşınızdayıq. Yerləşir Nərimanovda, Nərimanovun ən gözəl, prestijli binalarından birində yerləşir. İdman mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağım. Siz isə başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Dediyim kimi Nərimanovda yerləşir. Nərimanov metrosundan piyada 2-3 dəqiqəlik maksimum məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, çox geniş 2 otaqlı mənzildir. Başlayaq elə giriş hissədən mən bir-bir hər şeyi sizə göstərim. Giriş qapımızı görsünüz. Girişdə döşəmə qranitdir. İsti döşəmə ilə təchiz olunub. İşıqlandırma da spotlardan istifadə olunub. Şəbəkə yığılıb. Buralar yerləşdirilib. Maraqlı tekstural divar kağızlarından istifadə olunub divarda. Yəni gözü yormur. Lepka işləmələr var. Otaqların yerləşməsini siz nəzərə çatdırım. Girişdən sağda mənzilin sanitar qovşağıdır. Qonaq otağı, mətbəxi, yataq otağı, ora isə çamaşırxanadır. Və onu qeyd edim ki, girişdən sol tərəfdə bu hissədə divarçı qardirob mebelimiz yığılıb, şkafımız yığılıb. Demək olar tam axıra kimidir, şkaf çoxdur, əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Gəlin elə başlayaq buradan, mən bir-bir otaqların hamısını sizə göstərim. Dediyim kimi, bura mənzilin sanitar qovşağıdır, tam hazırdır. Gözəl, maraqlı, teksturalı qranitlərdən istifadə olunub burada. Duş kabin yığılıb, içərisi də çox genişdir, görürsünüz, divar içi aksesuarlardan istifadə olub, nişa yığılıb. Böyük moydadırımız var burada, işıqlı güzgü ilə. Su şırqa, yenə divar içi unitaz. Yəni hər bir şey düşürülüb, hər bir şey tam hazır vəziyyətdədir və burada təbii ki, üstü döşəmə ilə təchiz olunub. Buradan keçirik mənzilin mətbəxinə. Mətbəxin də ölçüsü çox genişdir, rahatdır. Yəni mənzil ümumilikdə genişdir. 100 kvadrat ölçüsü var. Hətta 100 kvadratdan da biraz artıqdır. Geniş mətbəximiz var. Bura rahatlıqla 4 nəfərlik masanızı yerləşdirə bilərsiniz. Gözəl, keyfiyyətli mətbəx mebelimiz yığılıb. Tam axıra kimidir. O hissələr də hamısı şkafdır. Gəlin içərisini göstərim sizə. Dərinlik də ideal səviyyədədir. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Üstü mərmərdir. Qaz peçi, aspiratı qoyulub hazırdır. Sobalarımız da yerləşdirilib. Məşhur markalara məxsusdur. Soyuducun yeri burada nəzərə alınıb. Eyni zamanda qabyanın da yeri əvvəlcədən nəzərə alınıb. Buradan mənzilin eyvanına çıxış var. Böyük də eyvanı var. Və onu qeyd edeyim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Döşəmə burada da qranitdir. İsti döşəmə ilə təchiz olunub. Gözəl lüstrumuz, yüzücük spotlar hamısı hazırdır. Bu hissədə də göstərim. Dediyim kimi, çox gözəl, zövqlə divar kağızlarından istifadə olunub. Kondisionerimiz də qoyulub hazırdır. Keçək, mən sizə göstərim mətbəxin yanında olan mənzilin qonaq otağını. Gözəl, geniş qonaq otağımız var. Təxmini ölçüsünü deyim, 27-28 kvadrat olar. Bəlkə biraz da artıqdır, yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Burada nəyimiz var? Mərkəzdə möhtəşəm lüstrumuz var. Eyni zamanda o hissədə də balaca lüstr var. Yəni ora masa üçün nəzərə alınıb 6-8 nəfərlik masanızı tam rahat yerləşdirə bilərsiniz. Buradan mənzilin eyvanına çıxış var. Həm mətbəxdən, həm də qonaq otağından çıxış var. Kondisionerimiz qoyulub hazırdır. TV, internet çıxış burada nəzərə alınıb və nəzərə çatdım ki, mənzildə olan elektrik qutuları orijinal cevizdir, yəni keyfiyyətlidir. Hər bir şeyə xüsusilə nəzarət edilib, hər bir şeyin keyfiyyətli istifadə olunub bu mənzildə. Bu hissəyə isə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Keçək, mən sizə göstərim burada yerləşən girişdən solda mənzilin çamaşırxanasını. Yəni, bura ayrıca düzəldilib. Burada nədir? Paltaryan yer üçün burada yer ayrılıb. Yəni, digər evlərdə olduğu kimi mətbəx mebelinin altında deyil. Burada ayrıca şkaflar yığılıb. Yəni, burada paltar yumaq, ütüləmək, yerləşdirmək, hər şey nəzərə alınıb. Bu hissədə də yenə qardirob otağı, çamaşırxana kimi tam rahatlıqla istifadə edə bilərsiniz. Keçək, mən yataq otağını göstərim. Sonra mənzilin məlumatlarını və qiymətini bir daha nəzərinizə çatdıracağım. Bura isə dediyim kimi mənzilin yataq otağıdır. Demək olar, qonaq otağı ilə eyni ölçüyə malikdir. Ola bilər 200 kvadrat az olar. Onu nəzərinizə çatdırım ki, otaqlarda döşəmə bambuq parketdir.
Bura deməli yerləşməni nəzərə çatdırım. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb, buralar yerləşdirilib. Yəni bu hissəyə şkafınızı yerləşdirə bilərsiniz. Eyni zamanda o tərəfə də yerləşdirmə imkanınız var. TV internet çıxış burada nəzərə alınıb. Make-up hissə bu hissədən yerləşdirə bilərsiniz. Burada deməli pərdə asılıb, təkli işıqlardan istifadə olub. Mərkəzdə isə təbii ki, gözəl lüstrumuz var. Giriş işıq spotlar hamısı qoyulub, hazır vəziyyətdədir. Gözəl də divar kağızlarından istifadə olunub. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilə məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir Nərimanovda. Nərimanov metrosunun piyada maksimum 200 dəqiqəlik məsafədədir. Ərazinin də ən gözəl prestijli binalarından birində yerləşir. Geniş 2 otaqlı mənzildir. Ölçüsü 100 kvadratdır. Hətta 100 kvadratdan da biraz artıqdır. Yerləşir 15 mərtəbəli binanın 4-cü mərtəbəsində və mənzilin stat olaraq qiyməti 375 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.